Salam məzəb tündülər, hər birinizi xoş gördük. Növbəti bir mövzunu izah edəcəyik. Böyük Monqol və Qızıl Ordu dövləti. Bunlar da bir-birindən əlaqəli mövzulardır deyə mən çalışacağam hər ikisini də bir yerdə izah edeyim və ən vacib şeylərə toxunacağam. Və keçək Böyük Monqol dövlətinin yaranmasına. Amma görək dövlət yaranmamışdan öncə necə idi? Monqolların həyat tərzi necə idi? Kimlər idi bu Monqollar? Monqollar kimlər idi? Göytürklərin məğlub etdiyi Jujanların varisləri hesab olunurdular. Və Mərkəzi Asiyanın çöllərində, Altay dağlarının qərbi ərazilərində yaşayırdılar. Və 12-ci yüzilliklərdə artıq Monqollar arasında nəsli qəbilə münasibətləri dağılır və sosial bərabərsizlik yaranmağa başlayır. Və daha varlı təsərrüfatlılar əsas tayfadan ayrılmağa və digər ərazilərə köç etməyə başlayırlar. Hətta ordu adlanan qurumlara noyonlar və bahadurlar, yəni hərbi rəislər başçılıq edirdi. Və 12-ci yüzilliklərə qovşağında Monqol tayfaları arasında çəkişmələr artıq başlayır. Və keçək Monqol dövlətinin yaranmasından danışaq. Demək ki, Temuçin, yəni bu sonradan ki, bu Çingis xan adını götürəcək, bu Temuçin, Nayman, Kerait və Melkit tayfalarının və başqa digər tayfalar ki var idi, bunları Monqol tayfalarını özünə tabi eləyir və ən yaxın dostu olan Camuqa ki var idi, onu da məğlub eləyir. Camuqa buna qarşı çıxmışdı ki və Camuqanı da məğlub eləyir və nəhayət 1206-cı ildə onun çay sahilində, yəni onun qurultayında Temuçin Böyük xan seçilir və Çingiz adını qəbul edir. Beləliklə Böyük Monqol xaqanlığının əsası qoyulmuş olur. Hal-hazırda xəritədə gördüyünüz bu xəritə Böyük Monqol İmparatorluğunun ərazisidir və tarixdə ən böyük əraziyə malik olan və paytaxtı Qaraqorum şəhəri olur. Yəni ilk paytaxtı. Bax, bu dairəyə aldığım ərazi Monqol İmperiyasının, Monqol dövlətinin ilk paytaxtı olmuş olur. Və davam edirik. Demək, əvvəllər dağınıq halda olan Monqollar tədricən yeni birləşmələr, ordular yaratdılar və ordular hərbi təşkilatlar idi. Orduların başında bahadurlar və noyonlar dururdu. Bu arada ola bilər hərf səhv ola bilər, burada PDF-də üzrlü sayarsınız. Sonradan bahadur və noyonlara da Böyük xan tərəfindən adlanan xan adı verilirdi. Bəli, yəni bu bahadur və noyonlara Böyük xan tərəfindən xan titulu verilirdi. Və Çingis xan hakimiyyətindən danışaq. Demək, tabi olan ərazilərdəki üsyanları yatırır Çingis xan və hətta bu üsyanları yatıranda kütləvi qətliamlardan da çəkinmir. Və geniş işğallar başlamaq üçün güclü ordu yaratmağa başlayır. Nə edir? Nə edir? Deyəcəm. Onluq, yüzlük, minlik və tümənlərə bölür ordunu. Tayfa başçılarına və noyonlara ordudakı əskərlərin sayına uyğun olaraq onbaşı, yüzbaşı və minbaşı rütbəsi verir. Və artıq tayfa ərazi birlikləri ilə əvəz olunur. Yəni, belə deyim də, Çingis xan tayfa prinsipi əsasında formalaşması prinsipindən imtina edir və tayfa müxtəlifliyi prinsipindən istifadə edir. Bəli, Çingis xan nə edir? Tayfa müxtəlifliyi prinsipindən istifadə edir. Və beləliklə, Monqol ordusu asanlıqla idarə olunan onluq adlanan qədim Hun ənənəsini davam etdirir. Necə ki, Mete Tanhu da belə eləmişdi, Asiya Hun dövlətinə hökmdarı. Və sərt intizama malik güclü ordu yaradır. Orduda fərarlıq halı, bəli, təbii ki, edam cəzası ilə cəzalandırılırdı. Və Çingis xan Böyük Yasa adlanan qanunlar toplusu yaradır və yaxud da Çingizin qanunları, Çingis xan qanunları adlanan qanunlar toplusu yaradır. Bəs Monqol ordusunun hərbi strategiyası nə idi? Burada belə bir qeyd də var. Dəqiq kəşfiyyat məlumatları toplamaq, bəli, düşmənin zəif və güclü tərəflərinin öyrənilməsi və düşmənə gözlənilməz qəfil zərbə endirmək. Bu onların strategiyası idi. Yine bu Çingis xan hərbi yürüşləri başlamaq üçün nə edir birinci? İlk səfəri hara olur? 1207-ci ildə hərbi səfərlərə başlayır, Türkistandan başlayır. Sibir və Şərqi Türkistan tabi edir. Bu addım onun ordusunun sıralarını daha da genişlənməsinə səbəb olur. Yəni, belə deyim də, Monqol ordusu təkcə Monqollardan deyil, həm də türklərdən ibarət idi. Və 1215-ci ildə Pekin şəhərinə daxil oldu. Bax, qayıdıram xəritəyə.
1211-15-ci illərdə Çingiz xan Çinin şimalını, bax görürsünüz, burada ox işarəsində də göstərirlər. 1211-15-ci illərdə Çinin şimalı olan Pekin şəhərini tutur. Bax silirəm, yəni buranı. Deməli, 1211-15-ci illərdə Çinin şimalını tutur və beləliklə Monqol ordusu daha da güclənmiş olur. Və qayıdıram mövzumuza. Davam edirik. Deməli, yoldaşlar, Çingiz xan 1211-15-ci ildə Şimal Çini tutur və sonradan 1219-cu ildə Mərkəzi Asiya və yəni Xarəzmə yürüşə başlayır. O zaman da Monqolların əsas rəqiblərindən biri Xarəzmşahlar idi. Yəni Mərkəzi Asiyada Xarəzmşahlar dövləti mövcud idi. Və həmin ildə 1219-cu ildə Mərkəzi Asiyanın işğalına başlayır və 21-də nə etmiş olur? Mərkəzi Asiyanın işğalını başa çatdırmış olur. Və ondan sonra Çingiz xan Cəbə və Subutanın rəhbərliyi altında Cənubi Qafqaza və İrana qoşun göndərir. Təbii ki, onda da Xarəzmşah Cəlaləddin təqib edirdilər deyə gəlib çıxdılar bura. Yəni, çünki Xarəzmşahların son qalıqları Cəlaləddin rəhbərliyi altında qaçıb gəlmişlər Azərbaycana. Və ondan sonra həmin dövrdə Azərbaycanda Eldənizlər dövləti mövcud idi. Biz bunu Azərbaycan tarixində keçəcəyik daha ətraflı. Və sonra Monqollar Azərbaycanın bir sıra şəhərlərini qarat eləyib, sonra şimala üst tuturlar. Dərbənd keçidi vasitəsilə Şimali Qafqaza gəlirlər. Və 1223-cü ildə Şimali Qafqaza daxil olurlar. Bunlar Kalka çayı sahilində Rus Qıpçaq qoşunları məğlub eləyib öz ölkəsinə qayıdırlar. Və Monqollar necə edirdilər? İşğal ediləcək ərazini əvvəlcədən müəyyən edirlər. Adamlar dəqiq kəşfiyyat toplayırlar. Sonra ticarət karvanlar göndərirlər. Yəni daha doğrusu dəqiq kəşfiyyat əldə etmək üçün, məlumatlar əldə etmək üçün əvvəlcə ora ticarət karvanları göndərirlər. Yəni şübhə çəkməmək üçün. Sonra nə edirdilər? Təbii ki, qəfil hücum edirdilər. Bunların ən böyük üstünlüklərindən biridir. Təbii ki, müqavimət göstərən şəhərlər, kəndlər yandırılır, əhalisi qınızdan keçirilirdi və kütləvi qırğın törədirlər. Və bunun da məqsəd var idi. Məqsədləri də nə idi? Xalqı qorxutmaq. Necə ki, Monqolların keçdiyi ərazidə daşı daş üstə qoymurdular və təbii ki, əhalinin müqavimətini qırıb zəiflətmək idi. Bax, bu qırğınları törətməkdən. Həmçinin yerlərdə işğalçılara qarşı üsyançıların qarşısını almaq idi, üsyanları yatırmaq idi. Və işğal olunan ərazilərdə feodal dağınıqlığın hökm sürməsi, ara müharibələr və vahid dövlətin olmaması Monqolların yürüşünə rəvac verirdi. Necə ki, Monqollar Azərbaycanı niyə asanlıqla işğal edirlər? Niyə asanlıqla Azərbaycan hücum edirlər? Çünki vahid dövlət anlayışı yox idi bizdə. Aydındır? Və bu da Monqolların yürüşünü asanlaşdırırdı. Və bu taktikanın seçilməsində səbəbi var idi. İşğal edilmiş geniş əraziləri nəzarət altında saxlamaq üçün Monqol ordusunun yetərli olmaması idi. Təbii ki, bu boyda imperiya, bu boyda əraziləri işğal edirsən və hər işğal etdiyin ərazidə qoşun yerləşdirirsən və bu da bəzən qoşunun azalmasına gətirib çıxarırlar. Və Çingiz xanın vəsiyyətnaməsi. Təbii ki, bu Monqol dövləti, bunun vəsiyyətnamasına görə Monqol dövləti 4 ulusa bölündü və Böyük xan qurultayda seçilməli idi. Digər Ruslan xanlar da Böyük xana tabe olmalı idi. Təbii ki, Çingiz xanın bu dövləti 4 ulusa bölməsi onun ilk və son səhvi oldu. Çünki Monqol dövlətinin bu uluslara bölməsi onun sonradan parçalanmasına gəlib çıxardı. Və Xubilay xan 1364-cü ildə hakimiyyətə gəlir və paytaxtı Qaraqorum şəhərinə köçürür, Cənubi Çini işğal edir və 1271-ci ildə Yuan sülaləsinin əsasını qoyur və özünü Çin imperatoru elan edir və paytaxtı Qaraqorumdan Pekinə köçürür. Paytaxt Qaraqorumdan Pekinə köçürüləndən sonra isə artıq ulusların Böyük xanı ilə əlaqələri də zəifləmiş olur və 14-cü yüzilliyində Monqol imperiyası müstəqil dövlətlərə parçalanır. Çində də 1368-ci ildə Qırmızı Sarıqlar üsyanı nəticəsində Yuan Monqol sülaləsinin hakimiyyəti devrilmiş olur. Bu da Monqol imperiyası və ardıca Qızıl Ordunu da izah eləyək. Qızıl Ordu dövləti. Təbii ki, Monqol dövlətinin zəifləməsinin nəticəsində yaranmışdı, amma görə necə yarandı? Demək ki, Qızıl Ordu adı Monqol dilində çadır mənasını verən ordu sözündən yaranmışdı. Xanların düşərgələri xan çadırının üstü qızılı rənglə örtüldüyü üçün belə deyirdilər. Yəni, qızılı rəngdə olduğuna görə Qızıl Ordu adlanmışdı. Və 1335-ci ildə keçirilən Qaraqorum qurultayında, yəni
gün batan ölkələrə, yəni qərbə doğru və yaxud Qıpçaq, Rus çölünə və Cənubi Şərq Avropa doğru yürüşlər etməyə qərar alınır və bu yürüşə kim başçılıq etməli idi? Çingiz xanın nəvəsi Batı xan. Və burada bir dənə qeyd var, deyir ki, Çingiz xanın vəsiyyətinə görə Xarəzm idi, Şimali Qafqaz, Qıpçaq çölləri onun böyük oğlu Cuziyə çatmalı idi. Və Batı xan əvvəlcə İdil Bulqarlarına, sonra Rus Qıpçaqlarını tabe eləyir. 1340-cı ildə Kiyevi tutur, sonra Polşaya daxil olur, Polşanı tabe eləyir. 1341-ci ildə isə Polşa-Alman qoşunlarına Legnitz döyüşündə, Macarları isə Moxaç döyüşündə məğlub eləyirlər və Macaristan və Çexiyaya daxil olurlar. Lakin Monqol xaqanın ölüm xəbəri, əskərlərin yorulması və ordu sıralarının pozulması, işğal edən ərazilərdə üsyanlar Batı xanın yürüşü dayandırmaq məcburiyyətində qalır. Və istəyir ki, geri qayıtsın ki, yeni xanın seçilməsində həmin o seçkidə iştirak eləsin və yolda bana xəbər gəlir ki, artıq yeni xan seçilib, ona görə də o neyniyir? Qayıtmır Mərkəzi Asiyaya və İdil çayı sahilində dayanaraq burada öz adına saray Batı şəhərini saldırır. Bax, xəritə üzərində göstərirəm. Yəni, bax bu ərazidə saray Batı şəhərini saldırır, yəni indiki Volqa çayının yanında. Və ilk paytaxt olur Saray Batı şəhəri. Və beləliklə təxminən 1243-cü ildə Qızıl Ordu dövləti yaranmış olur. Və Rus knyazları Qızıl Ordudan asılı vəziyyətə düşmüşdü, yəni həmin vaxtlarda. Və ilk vaxtlar Böyük Monqol İmperatorluğundan asılı idilər. 13-cü yüzilliyin sonunda isə Monqol İmperatorluğu ilə əlaqələr tamamilə kəsilir. Çünki bayaqları dedim, paytaxt Pekinə köçürülür və digər uluslarla əlaqələr zəifləyir. Çünki Kubilay xan eləmişdi bunu. Və ən qüdrətli vaxtlarda sərhədləri Qərbi Sibir, Şimali Xarəzmi, İdil boyu ərazilər, Şimali Qafqaz və Krım Qıpçaq çölünü də əhatə edirlər. Özbək xan dövründən danışaq, qısa da olsa. İslam dini rəsmi dövlət, ən çox testdə bu düşür, əziz abituriyentlər, buna xüsusi diqqət edin. İslam dini rəsmi dövlətliyi oldu Özbək xan dövründə. Qızıl Orduda türkləşmə prosesi başa çatdı. Və Qızıl Orduda əhalinin çox hissəsi türk dilli tayfalar idi. Və bu cümlədə testdə düşür, qarşınıza çıxacaq. 1359-cu ildə Qızıl Ordu dövründə Cuci nəslində olan xanların hakimiyyəti başa çatır. Və bundan sonra artıq Qızıl Ordu dövründə hakimiyyət olan mübarizə başlayır. Məmur özbaşınalığı, vergilərin çoxluğu xalqın narazılığını artırır və beləliklə mərkəzi hakimiyyət zəifləyir. Sonra bu Qızıl Ordu xanı Sərkərdə Mamay istəyir ki, Rus knyazlarını yenidən tabe eləsin və 1380-cı ildə baş vermiş Kulikova çölündə Mamay xanın qoşunları Rus knyazlarına məğlub olur və Mamay xan da özü burada öldürülmüş olur. Sonradan Qızıl Orduda Toxtamış xanın hakimiyyəti gəlir. Bu da çox hiyləgər idi, çox bilmiş idi. 1382-ci ildə Moskvanı tutur, ələ keçirir və Rus knyazları yenidən Qızıl Ordudan asılı vəziyyətə düşür. Təbii ki, bu özü də Teymurun vaxtı ilə Toxtamış Teymurun köməkliyi ilə, yəni Teymur hökmdarı Teymurun köməkliyi ilə hakimiyyətə gəlmişdir. Sonradan bu Teymura tabe olan ərazilər ki var idi, Azərbaycan və digər ərazilərə yürüş eləyir Toxtamış və bu da Toxtamışla Teymurun münasibətinin pozulmasına gətirib çıxarır. Və 1385-ci ildə Təbrizi tutsa da Toxtamış Teymurun Azərbaycan yürüyüşü xəbərini alır və geri qaydası olur. Və təbii ki, bu Toxtamışın Teymura tabe olan ərazilərə hücum etməsi Teymuru çox qəzəbləndirmişdi və təbii ki, bunu Teymur bir gün əvəzini çıxmalı idi. Və nəhayət 1395-ci ildə yoldaş da belə yadda saxlayın. 1395-ci ildə Teymur Terikdə, yəni Terik çayı sahilində Toxtamışı məğlub etdi və beləliklə Qızıl Ordunun şərq vilayətləri Teymur dövlətinin tərkibinə qatıldı. Qızıl Ordu bir daha özünə gələ bilmədi və parçalanmağa başladı. Və 15-ci yüzillikdə Qızıl Ordu dövləti parçalanması nəticəsində Krım xanlığı, üzr istəyirəm, hərf səhv olub, burada Krım olmalı idi. Krım xanlığı, Həştərxan xanlığı, Qazan xanlığı və Noğay ordusu yaranır. Və Əhməd xan 1465-81-ci illərdə hakimiyyətdə olur və Moskva knyazlığına yürüş eləyir. Güya ki, yenidən Qızıl Ordunun itirilmiş qüdrətini bərpa etmək istəyir və Rus knyazlığını Qızıl Ordudan asılını təmin etmək. Təbii ki, bu baş tutmayacaq. Qızıl Ordu hökmdarı Uqra çayı sahilində Moskva knyazının ordusu ilə üz-üzə gəlirlər, amma
tərəflərin heç birisi hücum eləmirlər. Və yaxud da Əhməd xan bu döyüşdən çəkinir və geri qaydası olur. Və beləliklə bu yürüşün nəticəsində Moskva knyazlığının Qızıl Ordudan vassallığına son qoyulur. Və 16-cı yüzilin əvvəlində Qızıl Ordu dövləti daxil çəkmənin nəticəsində süqut etmiş olur. Və Qızıl Ordunun idarə etməsinə baxaq. Tarix xan imtiyazlı şəxs idi. Böyük xan dövləti idarə edən birinci şəxs idi. Ali məclis nədir? Böyük xaqanın yanında məşvərətçi orqan idi. Bunun da iştirakçıları kim idi? Yəni məşvərətçi orqanın iştirakçıları Ali məclisin üzvləri kim idi? Hakim sülalənin üzvləri, sərkərdələr, vəzirlər, əyanlar, ulusların xanları, ali müsəlman ruhaniləri idi. Və sonra Baskak vergi yığan məmur idi və orada var idi baş vəzir, bir də bəylərbəy. Baş vəzir də mülki işlərə baxırdı, eynən Delhi sultanlığında olduğu kimi bu da yazıda qalsın. Və bəylərbəy hərbi işlərə rəhbərlik edən şəxsiyyətlər. Bu qədər əziz abituriyentlər, sağ olun, hər birinizə uğurlar.